Demirlər Səlim Müslümov Varovski'da, Zeytunluqda, 9-cu mikrorayonda 5 mərtəbəli 1700 manata villanı ilə tikir. Niyə bunu demirlər? Yəni, elə bir qanun qəbul edilməlidir. O qanun çox sərt olmalıdır. Getməlidir, hüquq mühafizə orqanları yoxlamalıdır ki, bu Səlim Müslümovundur. Bu Heydər Əsədovun Varovski'da 6 mərtəbəli 6 dənə villası var. Həsən Əliyev küçəsindəki 5 milyona aldığı villa bunu yoxlanılmalıdır və bu həbs edilməlidir. Onda onları xalq görəcək ki, həqiqətən haqq ədalət gəlir. Yoxsa ki, Heydər Əsədova 5 min manat cərimə eləməklə və yaxud da ki, Səlimə 5 min manat cərimə etməklə, onun 5 milyon oğurlayan dövlətdən 5 min manat ona vermək onun üçün elə heç bir şeydir. Hökumətin hamısı tam təşkil istifa verməsə mümkün deyil. Çıxartdı Ziya Məmmədovu nə dəyişdi? Rabitə naziri getdi, nə dəyişdi? Hökumət yerindən getməlidir. Hökumət buraxılmalıdır, Artur Əsəddə başda olmaqla. Yeni qüvvələr gəlməlidir. İqtisadiyyatı bilən, müasir dünyaya inteqrasiya olan, xaricdə dünyanın iqtisadiyyatını bilən, siyasətini bilən adamlar gəlməlidir. Bunlar çoxsuz Azərbaycanın sərhədlərini tanımırlar. Bu hakimiyyətdə olan adamlar Azərbaycanın xaricdə necə təmsil etməklərini bilmirlər. Bunlar heç duruşunu bilmirlər. Bunlarla hara gitmək olar? Hansı dövləti qurmaq olar? Və budur da bu günə gəlib qalmışıq. Bir sənətən hərəsini bir adam xahiş edib oturur orada. Bu gün ölkədə bunun ziyanı gəlib sayda vətəndaşa dəyər. Ona görə də siz fərdlərlə məsələ həll olunmur. Nazirlər Kabineti, hökumət təcili şəkildə buraxılmalıdır. Görürsünüz, Rabitə Nazirliyində nələr çıxdı? Nələr çıxdı? Deyir ki, mən nazir müavininə 5 milyon verdim, getdi özünü billət. Elə bil dədələrinin puludur. Elə bil o türmələrdə apşaqlar olur, pul yığırlar, qayıdıb bölürlər. Bunlar bu dövlətin pulunu belə bölüblər.